Selamun Aleyküm ve Rahmetullah Şeyh. Aleyküm salam. Şeyh, bildiyimiz kimi xavarizlərin yayılmasında səbəblər var. Bu səbəblər hansılardır Şeyh? Elhamdülillah. Tabii ki bidət əhlinin yayılmağında, zəlalətin yayılmağında səbəblər var. Xüsusən də xavariclərin. O səbəblər bir neçə dənə səbəb qeyd eləmək olar. Məsələn, səbəblərdən biri savadsızlıq. Dinin əsaslarını bilməmək. Bu səbəblərdən, ən böyük səbəblərdən biridir. Həmçinin səbəblərdən dünyadakı olan vəziyyət. Məsələn, hardasa müharibə olur. Onlar məsələn istifadə edirlər buradan. Bundan istifadə edirlər. Baxmayaraq, o müharibə gedən yerlərdə heç də bunları fikrində olmayan adamlar ola bilsin olsun. Lakin bunlar hələ məqamlardan daima istifadə edirlər. Həmçinin səbəblərdən hissiyata varmaq, hissiyata uymaq, öz nəfslərinə uymaq. Yəni şəriəti qoymaq qırağı emosiyaları, necə deyirlər, hissiyatlara uymaq. Və ona görə, məsələn, görsən, uyur hissiyatına gedir ki, mən gedirəm harasa kömək eləmək müsəlmanlara, amma şəri qaydaları nəzərə almır. Şəri qaydaları nəzərə almır. Yəni, bu da səbəblərdəndir. Həmçinin səbəblərdən kimə gəldi qulaq asmaq? Təbii ki, onların da güya ki, savadlıları var, güya ki. Alimlər ya savadlıları. Onları qulaq asmaq, məsələn, onlar da yönəldir, azdırır. Azdırır. Bəzi sərt, məsələn, mövqe tutur və nəticədə də cavanların həlakına nə olur? Səbəb olur. Səbəb olur. Həmçinin şəri qaydalara riayət eləməmək. Şəri əsaslara riayət eləməmək. Biz bilirik, nə vaxt, məsələn, hicrət lazımdır, nə vaxt təkfir lazımdır, nə vaxt cihad lazımdır, nə vaxt nə lazımdır. Lakin bunlar o şeyləri nəzərə almırlar. Yəni, İslam dini heç vaxt cəmiyyətə, insana zərər verməz. İkisine din gəlib cəmiyyəti qorusun, fitnə fəsaddan. Din gəlib insanı qorusun, malın qorusun, namusun qorusun, canın qorusun. Dinin əsas məqsədi budur. Gəlib islah eləsin və onu artırsın, tamamlasın və ya fəsadı aradan aparsın və ya onu azatsın. Əsas şəriətin məqsədi budur. Lakin onlar şəriətin bu məqsədlərindən uzaq insanlardır. Təbii ki, onların da səbəblər cahillik olduqlarına görə və s. Bu bəzi səbəblər idi. Bəli. Allah razı olsun.